Salam, hər vaxtınız xeyir uşaqlar. Deməli, sizə indi 2-ci ay sonu sınağının 11-ci siniflər üçün olan testlərini izah eləyəcəm. Başlayaq birinci sualımızdan. Müəyyən miqdar qumu başınlardan biri 5 saata, digəri 6 saata daşıya bilir. Onlar birlikdə 2 saat işləsələr, qumun hansı hissəsi daşınmamış qalar? Deməli, biri 5 saata doldurursa, 2 saatda 5-də 2 hissəsini dolduracaq. Digəri 6 saata daşıyırsa, 2 saatda da 6-da 2-sini ixtisar eləsək, 3-də 1. 5-də 2 üstə gəlinsin, 3-də 1 bərabərdir. 5-lə 3 ortaq məxrəc. 15, birincisinin tamamlayıcı vurğu 3, ikincisinin də 5. 3 vur 2, 6, 6 üstə gəl 5 də 11. 15-də 11 doldurulursa, daşınıbdırsa, 15-də 4-ü daşınmayıb. İkinci sual modula da aiddir. Biz bilirik ki, modul varsa birinci növbədə işarə təyin olunmalıdır. 2 çıxılsın kök 5-in işarəsini təyin eləməkdən ötürü 2-ni kökün altına salırıq. Kök altında 4 çıxılsın kök altında 5 işarə olaraq mənfidir. 2,5-i kökün altına salsaq, kök altında 6,25 eləyəcək və ondan kök 5-i çıxdığımız zaman işarə olacaq müsbət. Modulun daxilindəki ifadə mənfidirsə, bu modul açılacaq əks işarə ilə. Kök 5 minus 2 üstə gəl, 2,5 çıx kök 5. Biri müsbət, biri mənfi. İslah olundu. 2,5-dən 2-ni çıxanda 0,5. Tərəfi 12 olan bərabər tərəfli üçbucağın tən bölənlərinin kəsmə nöqtəsindən tərəfə qədər olan məsafə. Tən bölənlər, medianlar, hündürlüklər hamısı bir-birinə bərabər olduğuna görə eyni zamanda da bizdən nə istəyir? Bax, bu eyni zamanda həm tən böləndir, həm hündürlükdür, həm mediandır. O zaman medianların kəsmə nöqtəsindən bura qədər olan məsafəni də tapsaq, eyni ölçüyə bərabərdir. Tərəfimiz 12-dirsə, medianda, tən böləndə, hündürlükdə hamısı eyni düsturla tapılır. A kök 3 bölü 2-yə bərabərdir, yəni 6 kökdə 3-dür. Və medianlar kəsişir, kəsmə nöqtəsində 2-nin 1 nisbətində bölündüyünü nəzərə alsaq, 3K-ya 6 kökdə 3 düşürsə, K-ya da 2 kökdə 3 düşəcək. Bizə də 1 misli lazımdır. 2 kökdə 3. Bir hədlinin dərəcələri bərabərdir. Gəlin baxaq. 4 üstə gəl 5. 9 üstə gəl n çıx 1 bərabərdir. 2 üstə gəl 3, 5 üstə gəl 2 n çıxılsın 3-ə. Tənliyi həll eləsək, n bu tərəfə geçsin, 5 çıx 3, 2 də o da bu tərəfə. 8 çıxılsın 2 bərabərdir n-ə, n də bərabərdir 6-ya. Sinifdəki 30 şagirddən 14-ü ingilis dili, 15-i fransız dili dərnəyinə yazıldı. Şagirdlərdən 6-sı heç bir dilə yazılmayıbdırsa, 24 şagird üzərindən götürəcəyik. 14 ingilis dilidir və 15-i fransızdır. Bunların cəmi eləyəcək 29. Ortada qalan 5 nəfər isə hər iki dərnəyə yazılmış şagirdlərdir. 6 nömrəli sualın cavabı variantların arasında yox idi. Ona görə onu açıq sual kimi işləyirik. A topla B böl B bərabərdir 2-də 1-ə. Çarpaz vursaq B bərabərdir 2A üstə gəlinsin 2B-yə. O zaman 2B-ni bu tərəfə keçirsək B çıxılsın 2B bərabərdir 2A-ya. Yəni mənfi B bərabərdir 2A-ya ya da B bərabərdir mənfi 2A yaza bilərik. Gətirək yerinə qoyaq. A topla B böl B-nin yerinə 2-də 1-i qoyuruq. Zaten öz verib. A çıx B. A minus B-nin yerinə mənfi 2A yazırıq. Böl B-nin yerinə də yenə mənfi 2A. O da eləyəcək yuxarıda. 3A bölünsün mənfi 2A. A-lar islah olundu. Mənfi 2-də 3-ü də 2-də 1-ə vuranda mənfi 4-də 3. Mənfi 0,75. 7 nömrəli sualda cavabın tam ədəd olması üçün ala biləcəyi natural qiymətlər. Deməli, A 24-ün bölənləridir. 24-ün bölənlərini yazaq. 1, 2, 3, 4, 6, 8, 12 və 24. B isə 18-in bölənləridir. 1, 2, 3, 6, 9 və 18. Hər ikisində olan ortaq 1, 2, 3, 6. Deməli, zətimiz 3-dür. 18-in geriyə qalan digər böləni 9-dur. 24-ün geriyə qalan digər böləni 24-dür. Onların cəmi də 24 topla 3 topla 9, 36 eləyəcək. 8. Düz bucaqlı üçbucağında tən bölən çəkilmişdir. AM 4-dür. AC bütövlükdə 9-dursa burada düşür 5. Tən bölənin xassəsinə görə bunun buna, bunun da buna olan nisbətləri bir-birinə bərabərdir.
x bölü 4, y bölü 5. O zaman x'a 4k, y'ğa 5k düşecek. Pifagor teoreminə görə 16k kvadratı üstə gəlinsin 81, 25k kvadratına bərabərdir. 25k kvadratından 16k kvadratını çıxanda 9k kvadratı, 81k kvadrat 9. K isə müsbət -3, təbii ki də ölçüdə mənfi olmaz. K bərabərdir 3-ə. BS hipotenuzumuz da olacaq 15 santim. 9. BS D'ni soruşur bizdən. Bura 36'dırsa, onda bura 144 düşəcək. Əgər bu tənböləndirsə, hərəsinə 72, 72 düşür. 72'dirsə, bu ilə bu bucaq, yəni BSD bucağı ilə SBK bucağı daxili bir tərəfli bucaqlar olduğuna görə 108 dərəcə düşəcək. A kəsişir B, A fərq B və B fərq A çoxluqlarının alt çoxluqlarının sayı 64, 32 və 8'dir. O zaman A fərq B-də var. Deməli, neçə element ki, onun alt çoxluqlarının sayı 64'dür. 2 üstə n 64'dürsə, n olacaq 6. N A fərq B-də. Əgər 2 üstə n 32'dirsə, n 5'dir. B fərq A-da 8'dirsə, 3'dür. Venn diaqramını çəkək. A, B, deməli, buradan kəsişmə 6'dır. A fərq B 5'dir. B fərq A da 3'dür. Bütövdə var 14 element. A çoxhədlisinin qüvvəti 5'dir. B çoxhədlisinin qüvvəti 4'dür. C-nin isə 7'dir. Gəlin belə eləyək. A çoxhədlisində ən yüksək dərəcəyə malik olan x olsun. X üstü 5 götürək. B-də də olsun x üstü 4. İkinci dərəcədən qüvvət çıxılsın. B-mizin qüvvəti nədir? 4. X üstü 4 vur. C-mizin qüvvəti nədir? 7. X üstü 7. Mötərizənin içərisindəki ən yüksək dərəcə 5'dir. 5'in ikinci dərəcədən qüvvəti 10. Çıx X üstü 11. Biz bilirik ki, çoxhədlinin dərəcəsi ona daxil olan ən yüksək dərəcədir. O da eləyəcək 11. Parçanın əvvəlcə 40%-ni kəsdilərsə 60% geriyə qaldı. Daha sonra isə qalanının 50%, 60'ın da yarısı, 60'ın da 50% eləyəcək nə qədər? 30. Deməli, birinci 40 kəsilib, sonra isə 30 kəsilib, 70% kəsilibsə 30% qalıb. 30% də bizə 0,3 verir. 13 nömrəli sual. Əvvəlcə mötərizənin içərisi və orada da bölmə əməlini yerinə yetiririk. 10'da 3 vurulsun 3'də 2. İxtisar elədik 5'də 1. 2'dən 5'də 1'i çıxdıq, eləyəcək 1,5'də 4. 1,5'də 4'ün üstünə 1,5'də 4 gəldiyimiz zaman 2,5'də 8 eləyəcək. Yəni 5'də 18 vurulsun 6'da 1. 6 ilə 18 ixtisar olunur 3. 5'də 3 isə 0,6'dır. A bölü B 2 bölü 5'dirsə, A-ya 2K, B-yə 5K düşəcək. 2K ilə 5K'nın əkubu 10K çıx. 2K ilə 5K'nın əbubu K. 10K çıxılsın K 108'dirsə, 9K 108'dir. K isə 12. K 12'dirsə, onların cəminin 7K, 7 vur 12 də eləyəcək 84. AOB'dən BOC-ni çıxdığımız zaman 160 dərəcə eləyir. Alfadan betanı çıxanda 160, alfa ilə betanı toplayanda isə 180 dərəcədir. Tərəf-tərəfə toplasaq 2 alfa bərabərdir 340'a, alfa da 170 dərəcəyə, beta isə 10 dərəcəyə. Bizdən 170 dərəcəni istəyir. 2 alfa və beta uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Deməli, 2 hal var. Ya bir-birlərinə bərabərdir, ya da cəmi 180'dir. Ya 2 alfanı betaya bərabər götürəcəyik. O zaman 2 alfanın yerinə beta qoysaq, 7 beta üstə gəl beta bərabərdir 480'a. 8 beta 480'a, beta isə 60'a. Beta 60'dırsa, alfa da 30'a. İkinci halda isə 2 alfa ilə betanın cəmi 180'dır. 2 alfa ilə 7 betanın cəmi 480'dır. Tərəf-tərəfə çıxsaq 2 alfalar gedəcək. 7 betadan beta çıxanda 6 beta. 6 beta 300'dürsə, beta da 50. Beta 50'dirsə 2 alfa 180 çıx 50, 130. Alfa da 65. 65 biri 30'da biri. Onun ala biləcəyi qiymətlərin cəmi 95 olacaq.
10 çıxılsın kök 56 ifadəsinin kəsir hissəsini tapın. Kəsir hissəni tapmaqdan ötürü iki yoldan istifadə edə bilərik. Əvvəlcə onun tam hissəsini tapaq. 10 çıxılsın kök 56-dan isə çıxacaq 7 tam neçəsə. 10-dan 7 tam neçəsə çıxsaq eləyəcək 2 tam neçəsə. 2 tam neçənin isə tam hissəsi də bərabərdir 2-yə. O zaman ədədin özündən 10 çıx kök 56-nın kəsir hissəsini tapanda ədədin özündən çıxırıq tam hissəni. 8 çıx kök 56. Ya da ki uşaqlar kök 56-nın hansı aralıqda yerləşdiyinə baxın. Kök 56 yerləşir 7 və 8-in aralığında. Kəsir hissəsini tapmaqdan ötürü sağdakından həmin o kökü çıxmaq kifayət eləyir. Yəni böyüyündən kiçiyini çıxmaq kifayət eləyir. Daha sonra gəlin baxaq buna. Deməli bu sualda çarpaz vursaq A topla B bərabərdir 5A çıxılsın 5B-yə. A'ları və B'ləri bir yerə yığsaq B topla 5B 5A çıxılsın A'dır 6B 4A'dır 3B 2A'dır. B'yə 2K A'ya 3K düşəcək. Cəmi 10'dursa 5K 10'dur. K isə 2'dir. Daha sonra isə bizdən A ədədini soruşursa A'da 3 vur 2 yəni 6'ya bərabərdir. Keçək digər suala. Tənasübün orta hədlərinin cəmi. A topla B bərabər olsun 8'ə. Kənar hədlərinin hasili C vur D də bərabərdir 16'ya. Biz bilirik ki, o eyni zamanda kənar hədləri ilə orta hədlərin hasili eyni olduğuna görə A vur B də 16'dır. Orta hədlərin kvadratlarının cəmini isə uşaqlar biz müxtəsər vurma düsturunun köməyi ilə tapacağıq. A topla B'nin kvadratı çıxılsın 2AB. A topla B 8'dirsə kvadratı 64. A vur B 16'dırsa 2 vur 16. 64'dən də 32'ni çıxanda eləyəcək 32. A B'nin 20%-nə bərabərdir. A B'nin 20%-nə bərabərdir. C'nin isə 30%-nə bərabərdir. A C'nin 30%-nə bərabərdir. Biz ixtisar eləsək B buradan bərabər olacaq 5A'ya. Buradan da C'ni tapsaq sıfırları göndərdik 3C 10A'ya. C'də 10A bölünsün 3'ə. B C'nin neçə faizidir deyəndə B'ni C'yə bölüb və 100%-ə vuracağıq. Böləndə 3 məxrəcə qalxdı, bu surətə qalxdı. Bunlar getdi 2, 300-də 2-yə böləndə 150%. Deyir ki, bura 130'dursa onda bura düşəcək 50. Daha doğrusu 130. Təm böləndisə 65, 65. Bura 65'dirsə bu da 115 dərəcə olacaq. Daxili bir tərəfli bucaqlara görə. 22'də yuxarısı müxtəsərdir. A çıxılsın B'nin açılışıdır kvadratının. 0,65 çıx 0,15'in kvadratı böl. Aşağısı da köməkçi müxtəsər vurma düsturudur. 0,9 çıxılsın 0,4'ün kvadratınadır. 0,9 çıx 0,4'ün kvadratı. O da eləyəcək 0,5'in kvadratı böl 0,5'in kvadratı. Onu da yazacağıq. Deməli, bir mötərizədə yazsaq 0,5 böl 0,5 böləndə vergüllər atıb 0 əlavə eləyirik. 50'ni 5'ə böləndə 10 kvadratı da 100. A və B natural ədədlərdir. A'nın 35%-i B'yə bərabərdir. O zaman ixtisar eləsək 5'ə 7, 5'ə 20. 7 vurulsun A, 20 vurulsun B'dir. Deməli, A'ya düşəcək 20, B'yə düşəcək 7. Onların da cəmi eləyəcək 27. Ən kiçik versiya ilə 20K və 7K olacaq. Onların da cəmi eləyəcək 27. Deməli, 24 nömrəli sualda çoxhədlinin dərəcəsi 2'dir. Əgər bir çoxhədlidə 5-ci və 4-cü dərəcədən qüvvət varsa, o çoxhədlinin dərəcəsi 2 ola bilməz. Varsa da o zaman onların dərəcələrini A kvadrat, onları 0'a bərabər eləmək lazımdır ki, həmin dərəcə 2 qalsın. A kvadratı 16'dırsa, A müsbət mənfi 4.
B kvadratı 9-dursa, B də müsbət mənfi 3. Hasilinin ən kiçik qiymətini tapmaq üçün birinin müsbət, birinin mənfi qiymətini götürüb vuracağıq. Bu da eləyəcək mənfi 12. Gəldik 25 nömrəli suala. Əkob AB bölünsün Əbob AB bizə uşaqlar S-ni verir. S isə ortaq olmayan sayda vuruqların hasilidir. Biri 5, biri 7. Biz bunu uzun formada da yaza bilərik. Tək-tək Əkobunu və Əbobunu taparıq da yazmaq olar. Amma bu misal üçün ən sadə həll yoludur.